Ananın qidalanması hamiləlik vaxtı uşağın ürəyinə necə təsir edir? Ananın qidalanması hamiləlik dövrü uşağa necə təsir edir? Birəbir təsir edir. Döl ana bətnində inkişaf edən bir orqan olduğu üçün ürək ana bətnində qadının düzgün qidalanması, kifayət qədər yaxşı yaşam tarzının olması təəssüf ki, yəni heç bir problem yaratmır. Ancaq və lakin dediyim kimi hamilə qadınlar baxımsız qalırlar, həkimlər tərəfindən, valideynlər tərəfindən, yoldaşı tərəfindən önəmsəmirlər. Bəzi zaman qadınlar hamiləlik dövründə iştah pozğunluğu yaşanır. Bunlar olmasın deyə baxmaq lazımdır, dəyərləndirmək lazımdır. Çünki o ki canlıdır. Yəni özünə yaxşı baxmalıdır ki, inkişaf edən dölünə də müsbət təsir eləsin. Yedi içdiyi düzgün məhsullar olmalıdır ki, dölünən bədəninə ziyan vurmasın. Onlar hamısı önəmli faktorlardır. Bu faktorlar dediyim kimi olsa, inkişaf dölündə də problem olmaz və heç bir zaman baş ağrı olmaz ailədə. Əlavə bir şey də vurğulamaq istəyirəm. Hamiləlik dövründə qadınların yaşadığı stres faktorlar təəssüf ki, anagami ürək qusuru oluşmasa belə ürəyin cılız qalmasına, ürəyin inkişaf pozğunluğa, aritmiyalarına qədər gətirib çıxara bilir. Ona görə də bu tür şeylər olmasın deyə hamiləlik elə bir dönəmdir ki, Allah Teala hər qadına qismət eləsin. Yəni bir ana olmaq arzusu, bir evladı, uşaq dünyaya keçmə arzusu keçin böyük bir nemətdir. O dönəm, zaten hər zaman qadınları əzizləmək lazımdır. Qadınlar bizim başımızın tacıdır. Ancaq o dönəmlər o insan ki canlı olduğu üçün daha xüsusi diqqət, izzət, sevgi, baxım önəmlidir. Bunları eksik eləməsəniz evdə hər zaman huzur olacaq. Bu tür videonun davamı gəlmək istəyir dəyərli izləyicilər. Xahiş edirəm səhifəmizə abunə olun. Şərh bölmənizə məntiqli suallarınızı verin. Çünki biz tək sizlər çoxsunuz. Hər suala cavab verə bilmirik. Məntiqli suallara olmasını xahiş edirəm olsun ki, bizlərimizdən gələn dəstək sizə verək.